116 ölkəni təmsil edən qeyri-hökumət təşkilatlarının razılığı ilə Qlobal Cənub QHT platformasına rəhbərliyi Azərbaycana verilib. Bu, Qlobal Cənub platformasının təsis formunda elan edilib. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT platformasının bir il müddətinə müvəqqəti baş katibi seçilib. Eyni zamanda qurumun daxili strukturu dəqiqləşib. Habelə Azərbaycan Milli QHT Forumunun nəzdində baş ofis yaradılıb. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT platformasının təsis formunda yekun nitqindən çıxışı zamanı təklif edib ki, Qlobal Cənub QHT platformasının baş ofisi Bakıda Milli QHT Forumunun nəzdində yaradılsın. 2026-cı ildə çağırılacaq Qlobal Cənub QHT platformasının baş assambleyasına qədər bütün sənədlərin təşkilini öz üzərimizə götürürük. Qoşulmama hərəkatı çərçivəsində qəbul edilmiş bu sənədlərin baş assambleyanın çağırılışına qədər araşdırılması lazımdır. Bugünkü müzakirələrdə məqsəd əvvəlki görüşlərdə qeyd edildiyi kimi dialoqu gücləndirmək, uzlaşmaya gəlməkdir. Təmsilçiliyimiz coğrafi bölgələr üçün bölündü. Birinci rəsmi baş assambleyaya qədər təklif edirik ki, Bakıda Milli QHT Forumunun nəzdində real, əməli bir baş ofis yaradılsın. Milli QHT Forumunun sədri baş assambleyanın birinci çağırışına qədər platformaya müvəqqəti rəhbərlik etsin, o qeyd edib. Qeyd edək ki, Qlobal Cənub QHT platformasının baş assambleyası 2026-cı ildə çağırılacaq.